Hər ağrının psixoloji travmalardan qaynaqlandığını deyənləri yəqin siz də eşitmisiniz. Bu fikirlərin təbliğatı artıq məni narahat etməyə başlayır. Bəli, bədənlə psixika arasında əlaqə var. Məsələn, stres zamanı baş ağrıları, əzələ gərilməsi, mədə-bağırsaq problemləri yaşana bilir və ya başqa psixoloji problemlərdə hər hansı fiziki problemlər yaşana bilir. Bunlar psixosomatik simptomlar sayılır. Amma hər ağrının arxasında psixoloji travma axtarmaq, bu həm savadsız yanaşmadır, həm də təhlükəlidir. Belə demək, bir növ orqan zədələrini, iltihabi prosesləri, genetik xəstəlikləri, ümumilikdə bütün tibbi səbəbləri sanki göz ardı etmək, bir kənara qoymaq, atmaq deməkdir. Halbuki fiziki narahatlıqlar zamanı əvvəlcə həkim tərəfindən tibbi səbəblər araşdırılır. Tibbi səbəb olmadığı təqdirdə psixoloq və ya psixiatr tərəfindən psixoloji səbəblər axtarılır. Məsələn, kiminsə böyrəyi ağrıyırsa, o demək deyil ki, onun qorxu travması var. Belə fikirlər insanları mütəxəssisə yox, sosial şəbəkə dələduzlarına yönləndirə bilir. Həmçinin özlərinə psixoloq dediklərinə görə psixologiya sahəsində yanlış təqdim edirlər cəmiyyətə. Bunların hamısı təhlükəlidir. Onlar daha çox uydurma inanclara əsaslanırlar. Ədəbiyyatda, metaforik danışıqda bu kimi danışıqlar bəlkə də maraqlı görünə bilər. Amma bu fikirlərin bir çoxunun nə psixologiyada, nə tibbdə heç bir elmi əsası yoxdur.